İşğal altında qalır torpağımız, daşımız, nələr görmür gözümüz, nələr çəkmir başımız. Qarışıb bir-birinə baharımız, qışımız, çadır göstərmək olub hər çatana peşəmiz. Cərgi olmasın deyə bu mil buğan düzləri, ümid sənədir ancaq Azərbaycan əskəri. Azərbaycan əskərinin tarix yazdığı, qəhrəmanlıq sənnaməsi yazdığı zamanda Azərbaycan futbolunun ümidi Qarabağ növbəti Avrokubok maçına çıxır. Babana! Zubir! 2-0! Abdullah Zubir! Bu gola görə sarı belə qalmağa dəyər. Abdullah Zubir'in sol ifası və Qarabağ Legia'nın qapısından ikinci topu keçirir. Adran ötürmə o Zubir! Və 3-0! Bu qələbənin pay sahiblərini bir daha icazənizlə xatırlatmaq istəyirəm. Əskər Şahidin Məhəmməd Əliyev, Əskər Qara Qarayev, Kapitan Maksim Medvedev, Əskər Patrik Andrade, Əskər Paven Obusu, Əskər Uroš Matić, Əskər Abdullah Zubir, Əskər Filip Ozoviç, Əskər Abbas Hüseynov, Əskər Bedavi Hüseynov, Əskər Kevin Medina, Əskər Emil Balayev, Əskər Rahil Məmmədov, Əskər Xaymi Romero, Əskər Mahir Emreli, Əskər İsmail İbrahimli, Əskər Toral Bayramov və Əskər Elvin Cəfərquliyev. Və bu komandanın komandiri Qurban Qurbanov. Təşəkkürlər Qarabağ. Bugün həm Qarabağ, həm də Qarabağ üçün əmrək olan Azərbaycanlı adam kişiləri qələbə münasibətilə təbrik edirəm.